Az 40-a çatıb, sənin yaşın, ay yarımdan sonra 37 yaşın olur. 10 yaş fərqimiz var. 10 yaş fərqlə ana-bala yaşında olmaq olmur. Biz tərəfdə belədir, siz tərəfdə bilmirəm. Çünki 10 yaşda ana-bala yaşında olmaq üçün gərək 8-lərə gedərdin, 9-da doğub, 10 yaşda da uşağa bir yaş eləyərdin, ad günü eləyərdin. O da nə tibbdən mümkün deyil, nə qanundan mümkün deyil. İndi bu vəfadır dostlar, bunun bəlkə öz bildikləri var. Və mən yeganə vəfa müğənniyəm ki, show biznesdə estetiksiz. Bunu nə deyirəm? Özüm haqqında sənə qısaca məlumat verəcəm. Rəqibim tanı gör kimlə vuruşursan. Həsənova Afət Fərman qızı, Tovuz rayonunda doğulmuşam, 79-cu il dekabrın 31-i. Ali təhsilliyəm vəfa. Sən hansı təhsillisəndir, cavab ver mənə. Atvet ver, atvet istəyəcəm. Ailə qurmuşam vəfa Zaksla. Səndən də atvet gözləyirəm. Zaksım orada var. Zaur, yan-yana qoy göstər, əgər bunun varsa, mən bu show biznesdən gedəcəm. Göstərsin. Vəfa, üzümü tuturam sənin qardaşına, bəlkə o mənə cavab verir, sən mənə cavab verəmirsən. Ay Vəfanın qardaşı, bu Yeznənin adı nədir, ona müraciət eləmək istəyirəm ki, Vəfaya desin ki, efirə çıxıb Afətdən danışma. Əgər sən bilirsənsə Yeznənin adını, Vəfanın qardaşı tanıyırsansa, adını da bilirsənsə, xahiş edirəm. Əlaqə nömrəsi profilimdə var. Oradan WhatsApp-a Yeznənin adını yaz, mən ona bir müraciət ünvanlayayım. Çünki mənim həyat yoldaşımı hamı görüb, hamı tanıyır. Kim müraciət eləmək istəsə, bir də görsən anonim yazığı yığırlar. Mən haqqında düşmənlərim ağzına gələn deyir. Bilirlər də, yoldaşımı tanıyırlar. Mən də tanımaq istəyirəm bu. Rəqibimin ərini tanımaq istəyirəm. Çıxır efirdə ərim deyir, amma ortaya çıxan bir kişi yoxdur. Vəfanın qardaşına üzümü tutub deyirəm, boynumun dalı da ağırdı. Peysərim ağırdı. Bir bu Yeznənin adını de görək, kimdir, nədir, nə rəngdədir bu, adını nə deyək? Dostlar, mənə yazmayın ki, yenə vəfa, nə istəyirsən vəfadan? Vəfa da çıxıb efirdə məndən danışam. Mən vəfanın adını çəkmirəm, evimdə öz işimlə məşğulam, toylar.